Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq asın. Sual belə idi ki, hərəkətdə olan göy rəngli avtomobilin sürücüsü bu şəraitdə piyada keçidinə daxil olmuş şəxsə yol vermək üçün dayanmalıdırmı? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Xeyr, dayanmalı deyil. Hərəkətini davam etdirə bilər. Lakin acaba real yol şəraitində bəs sürücülər niyə kütləvi şəkildə cərimələnir? Ona görə cərimələnir ki, maddə 54-ün birinci hissəsinə verilən anlayışa diqqət edin. Bax, bu anlayışda qüsur var. Bu anlayışda deyilir ki, piyada keçiddə daxil olubsa, nəqliyyat vasitəsini dayandırmalı və yol verməli. Buradan başa düşürük ki, piyadanın sürücüdən hansı məsafədə uzaqda olmasından asılı olmayaraq, piyada keçidə ayağını qoyubsa, artıq sürücü dayandırmalı və yol verməlidir. Amma bu dayandırılmalı sözü qüsurdur, oradan çıxardılmalıdır. Niyə? Çünki heç bir ölkədə belə bir şey yoxdur. Niyə mən dayanım ki? Niyə mən? Axı mən bilirəm yol verməyin nə olduğunu. Yol vermək anlayışı nə vaxt ortaya çıxır? Əgər hərəkət iştirakçılarının hərəkət trayektoriyaları kəsişərsə, belə olan halda bəli, üstünlük və yol vermək anlayışları meydana çıxır. Bu halda hərəkət iştirakçılarının, yəni göy avtomobili və piyadanın hərəkət trayektoriyası kəsişmədiyi üçün göy avtomobilin sürücüsü dayanıb niyə gözləsin ki? Niyə bunu ağıllı kamera adı qoyulub, amma ağılsız şəhər kameraları süni intellektlə təchiz edilmədiyi üçün bunları ağır qararasına baxmadan çəkir. Niyə? Axı biz bilirik ki, qanun pozuntusu yol hərəkəti haqqında qanunla müəyyənləşdirilir. Amma İnzibati Xətalar Məcəlləsinə görə cərimə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin qeyd hissəsində deyilir ki, bəli, sürücünün hərəkətini davam etdirməsi, hərəkətə başlaması, piyadanın öz hərəkət istiqamətini, sürətini dəyişməyə məcbur edəcəksə, bəli, onda yol vermək lazımdır. Bu şəraitdə mən niyə dayanım piyadanı gözləyim ki? Axı, maddə 54-ün birinci hissəsində verilən anlaşda o dayandırılmalı sözü qüsurludur. Buna görə sürücü cərimələnir. Sağ olun, sizinlə Mərzə Məmmədov idi.